Aha, deməli 3-cü sinifdən davam eləyəcək bu gün. Unit bilirsiniz. Unit 1 bölmə 1. Həftənin günlərini əslində belə deyək. Bu gün həftənin hansı günüdür? Necə soruşursunuz? Mikrofonları bağlayın da zəhmət olmasın. Əlavə səs gəlir. Aha. Deməli, soruşmaq istəsəm ki, bu gün həftənin hansı günüdür? O zaman sual verəcəm ki, what day is it today? Yazılı versiyasını da göstərim, tam aydın olsun. Deməli, belə bir proses gedəcək orada. Deməli, sual verəcəm. What day is it today? Deməli, what day is it today nə olacaq? Bugün həftənin hansı günüdür? What day is it today? Bugün həftənin hansı günüdür? Tərcüməsini də yazaq. Deməli, cücələr, sual verəndə ki, what day is it today? Qarşı tərəf hansı suala yönləndirmiş olacaq? Bugün həftənin hansı günüdür? Bu sual formatında bir dənə də sual var. Eyni quruluşla gəlirsiniz, lakin orada bizdə dənə söz fərqi var. Olur date. Əgər burada what day is it today? Bugün həftənin hansı günüdür sualını vermək üçün day sözündən istifadə edirəmsə, lakin orada istifadə edəcəm date sözündən. Baxırsınız. Artıq yəni, bugün ayın hansı günüdür, bugün ayın neçəsidir, bu şəkildə gedəcək. Deməli, what day is it today? Bugün həftənin hansı günüdür? What date is it today? Artıq ayın neçəsidir. Tutalım ki, day sözünü eşidəndə həftənin hansı günü olduğunu qarşı tərəfə çatdırmalıyam. Date olanda isə artıq bugün ayın tarixinin hansı gündə olduğunu göstərməliyəm. İndi həmin bu sualların cavabını yönləndirəcək. Olacaq today is Deməli, today is yazandan sonra tutalım ki, deyəcəm ki, bugün həftənin bazar ertəsidir. Today is Monday. Olacaq nə? Mənə birinci gün. Bugün həftənin bazar ertəsidir. Azərbaycan dilində öyrənin. Ümumiyyətlə çalışın, öz dilinizi təmiz öyrənəsiniz. Deməli, necə olacaq? Bugün həftənin hansı günüdür? What day is it today? Qarşı olaraq suala cavab versəm, deyəcəm today is. Gördünüz? Cümlənin bu hissəsi gəlib iştirak edir. Today və is. Yaxşı. Today is Monday. Sonra cüzələr, nə ilə davam edirsiniz? İndi bu dəfə ayın tarixini soruşmaq istəsəm. Deyəcəm today is yenə. Deməli, ayın tarixi olanda sıra sayına keçirik. Today is 12th of August. Tak. Deməli, bugün 12 Avqustdur. Həmin.
Bugün 12 12 avqustdur. avqustdur. Yaxşı düzələr. Deməli, sualın cavabı bu şəkildə PDF versiyasını göndərəcəm sizə. Sonra balalar, nə ilə davam edirsiniz? İndi həftənin günlərini öyrənəcəyik. Məsələn, sizə başqa bir ifadədə yazacağım bura. Tutalım ki, sual vermək istəyirsiniz ki, bir həftədə neçə gün var? Deyirik ki, how many days are there in a week? Sualımız belə olacaq. Bir həftədə neçə gün var? Bir həftədə Neçə gün var? neçə gün var? Elə balalar. Sualımızı yönləndirdik. İndi gözləyəcəyik. İndi sualın cavabını necə verəcək? Görürsünüz, burada A0 ifadəsi var. Sual verəndə A0 istifadə edəcəyik. Cavabını verəndə 0 ilə gələcək cavab. 0 7 days in a week. Cavab olacaq ki, bir həftədə bir həftədə 7 gün var. Var. Okay. İndi gəlin sual verək ki, bir ildə neçə ay var? Şərti dəyişməmişəm. How many months are there in a year? Düzdür? Bu nə olacaq? Bir ildə neçə ay var? Mənim deyim, Sual versiyasını ingiliscə öyrənirik, problem deyil. Neçə ay var bir ildə? mənim 12. Mənim 3 son. Mənim neçə? Mənim 12 ay var. Ayı soruşuram, ay. 12 mənim. 12. İndi sualın cavabını verək. 12 months Zero. 12. in a year. Year. Cavabı isə belə yazacağım. Bir ildə deməli düzələr. Diqqətli şəkildə baxırsınız, sual necə veririk, cavabı necə alırıq, maksimum diqqətli olun. Sonra, məsələn, indi soruşaq ki, bir ildə neçə gün var? How many days are there in a year? Bir ildə neçə gün var? Sual verəcəm. Bir ildə neçə gün var? İndi cavabını verəcəm. 0 Mən deyim, Səbir olun. Ayda, bu hara getdi? Siləcəm. mənim
Ora 325 olacak. 25, Yok. 65. 365. 65. Var. Okay. Deməli, cücələrim, bu dərsin mahiyyəti nə olacaq? PDF-in müəyyən hissəsini götürəcəyik, hamısını yox. Əsas odur ki, keyfiyyətli öyrənin. Söhbət nədən gedir, cavabı necə verirsiniz, sual necə səslənir. Əsas mənə maraqlı olan faylın bu hissəsidir. Bir daha səsləndirək. What day is it today? What day is it today? Bugün həftənin hansı günü? Həftənin günü, hansı gündür? Sonra həftənin gününü səsləndirəndə deyəcəm. Today is Monday. Monday. Bugün həftənin bazar ertəsidir. Bazar ertəsidir. Sonra sual vermək istəyirəm. Bugün ayın hansı gündür? Yəni ayın neçəsidir? Olacaq. What date is it today? Is today. Today is the 12th 12th of August. 12 August. Bugün ayın 12'sidir. 12 Ağustos. Okay. Bir sual verirəm. How many days are there in a week? Bir həftədə neçə gün var? Neçə gün var? There are 7 days in a week. 7 days in a week. Bir həftədə 7 gün var. Sonra how many months are there in a year? Bir ildə neçə ay var? Okay. Cavab verəcəm. There are 12 months in a year. Bir ildə 12 ay var. Sonra sual verəcək. How many days are there in a year? Bir ildə neçə gün var? Bir ildə var. Sonra there are 300, qulaq asın. 365 days. İndi növbəti dərsləri keçəndə sırf bir dərsimiz saatla, rəqəmlə olacaq. Orada deyəcəm, bir də belə deyək, böyük rəqəmlərin, ədədlərin oxunuşu olacaq. Rəqəm oxunuşunda nəyə fikir verəcəyik? Deməli, uşaqlar, tutalım ki, deyirəm ki, 365. Mən bu 300 sözünü deyəndən sonra mütləq ingilis dilindəki və sözündən istifadə etməliyəm. Belə ki, 365 days. 300 və and 65 olacaq nə? 65 days in a year. Is it clear for you? Aydındır sizə? Evet. Problem yoxdur? Yox. Yəni, növbəti dərsdə sırf həftənin günlərini sayıb dayanmayacaq. 2-ci sinif, üstəgəl bu hazır dildəki ifadələr. Bunları təhvil alacağım sizdən. Digər hissəni qarışdırmayacağım. Bir dəqiqə. Digər hissəni qarışdırmayacağım. Sizə sadəcə həftənin günlərini ardıcıl olaraq saymaq, bu 7 günü, amma qarışdırmadan, yazılışla paralel. Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday, Sunday. İndi dərsi yekunlaşdırandan sonra sizə YouTube-dan bir neçə video var. Onu da göndərəcəm. Link vasitəsilə. Oradan daxil olarsınız, həftənin günlərini saymağı öyrənərsiniz. Bir də görün, öyrəndiyiniz ifadələrin hazır video versiyası varsa onu göndərəcəm. Yoxdursa dərsə bir daha baxarsınız, orada görəcəksiniz hansı ifadələri necə oxuyuruq. Belə. Sualınız var? Öyrənəcək. Bəli, həftənin günləri. Sonra bir də bu sual sözləri və cavabları. Onun PDF-ini çıxartdıraraq. Necə istəyirsiniz? Mən sizə həm Word-da göndərəcəm, həm PDF versiyasını. Sizə necə rahat elə də öyrənin. Dəftərə də yazıb öyrənə bilərsiniz. Heç bir problemi yoxdur. Yaxşı, evə tapşırığınızı qoy qeyd edeyim bura. Deməli,
İkinci sinif və bu bir dənə dərs kaydını dayandırım.